Siz təsəvvür eləyin, mən icra başçısının qəbuluna girə bilmirəm. Keçən həftə 45 nömrəli məktəbdə icra başçısının qəbulu oldu. Kişinin oğlu güya ki, Nərimanov vətəndaşlarını qəbul edir. Mən şəxsən, mən Nərimanov sakiniyəm. Biz süpürgəçiləri məndən başqa, məndən çəkinirlər. Biz süpürgəçiləri, mənim neçə dənə iş yoldaşım var. Onlar deməli hər həftə gündə bir paltar geyinirlər, gah belə saçlarını bağlayırlar, gah saçlarını başqa formada yığırlar. O icra başçısı kördür, görmür ki, bu süpürgəçi 50 dəfə onun qəbuluna girib Nərimanov sakini adınla. Görmür. Biz onu eləyən bizim Nərimanov Kommunal Təsərrüfat Birliyinin rəisidir, JEK-in müdürüdür. Güya ki, bunlar Nərimanov sakinidir. Bunlar da əvvəlcədən öyrədirlər ki, filan bloku remont olunmalıdır, filan yeri remont olunmalıdır. Abala, Nərimanov sakini mənəm. Ay Elgün müəllim, ay icra başçısı, sən niyə məni qəbul eləmirsən? Niyə mənim dərdimə şərik olmursan? Mənim 5 il yoldaşım Qarabağda can qoyub. Mənim oğlum 44 günlük müharibədə müddətindən artıq xidmət eləyib. 5 dəfə təlimə gedib. Niyə bala? Pulumuzu yeyirsiniz, yaxşıdır. Canımızı yeyirsiniz, eşşək yerinə də çapırsınız, bizi it yerinə də çapırsınız, yaxşıdır. Bizdən məsləhət eləməmiş, balalarımızı zorla qolumuzdan alıb aparırsınız Qarabağda, öldürürsünüz, şikəst edib gətirirsiniz üstümüzə, səsimiz çıxmır. Bari heç olmasa qabil eləməni bir dərdimə də şərik oldu. Bayram günləri xanım, onlar getdilər ailələrinlə yeyib içdilər, dost tanışlarıyla rumkaya vuranda biz axşam saat 6-ya 7-yə kimi təsəvvür eləyin. Həm iməcililiklərə getmişik bayram günü, həm öz yollarımızı süpürmüşük, həm məzuniyyətə çıxanların yolunu süpürmüşük. Hələ üstəlik axşam 6-ya 7-yə kimi də orada qalan işləri görmüşük. Təəssüflər olsun ki, o sərəncamı heç kim vecinə qoymur. Prezident deyir, fəhlə 8 saatdan artıq işləməməlidir. Əgər işləyirsə, onun saatından əvvəl işləyirsə, onun maaşı qədər də onun elə bir ki, təsəvvür edin ki, biz 8 saat işləyirik elə, 8 saatda məsələn üçün tamam oldu, düz axşam 7-yə kimi yenə 8 saat eləyib. Biz 1600 manat pul almalıyıq. Amma təəssüflər olsun, biz onu almırıq. O gün qabağını kəsmişəm, mənə qayıdıb deyir ki, bu otları zadı yolmaq lazımdır, nəminə ağarmaq lazımdır. Deyirəm, müəllim, bizim 8 saatımız tamam olub, mən gedirəm evə. Deyirəm ki, bizim 280 manatlarımızı kim yiyib, prezident bizə verəndə bayram pullarını kim yiyib, ged ona dinən ki, gəlsin otları da yolsun, bu ağaçları da kəssin, aparsın. Qayıdıb beləlik qorxmursan, səni tutarlar. Dedim, niyə qorxmalıyam ki, mən əlimin zəhmətini istəyirəm. Prezidentin mənə bəxş elədiyi bayram pulunu istəyirəm. Mən niyə qorxmalıyam, nəyə görə qorxmalıyam? Haçandan əlin zəhmətini istəyən adama aparıb basırlar dama.